Mayor Əliyev, bu bir ay ərzində sizin apardığınız ikinci uğurlu əməliyyatdır, elə deyil? Bəli, cənab general. Bundan qabaq da Türkiyə polisi ilə əməkdaşlıq nəticəsində insan alveri ilə məşğul olan cinayətkar dəstəni ifşa etmişdik. Sizin kimi əməkdaşlarla ölkə həmişə qalib gələr. Mən sizinlə qürur duyuram və sizi fəxri fərmanla təltif edirəm. Azərbaycan Respublikasına xidmət edirəm.